Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun teatrın solisti müharibə iştirakçısı Atəş Qarayevin aylıq əmək haqqını kəsməsinə münasibət bildirib, xəbər zolağı aza açıqlama verən diktor bu addımın doğru olmadığını bildirib. Teatrın direktorunu tanımıram, amma atdığı addımı qətiyyətlə pisləyirəm. Düzgün addım atmayıb. Avını başına yılsın, niyə görə axı onun maşını kəssən? Pulunda gözün var. Nə böyük puldur ki, aktyor o məvaciblə dolanır. Xahiş edirəm adımdan yazın ki, həmin direktor düzgün etməyib. Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşmalıyıb. Əgər həmin gənc onunla söyüşsəydi, döyüşsəydi, təhqir etsəydi, bəlkə də bu addımı ata bilərdi. Təhqir etsəydi, belə sənin ixtiyarın yoxdur ki, onun maşını kəsəsən. Mən yolda əskər görəndə qucaqlayıb öpürəm. Ötən dəfədə yolda bir əskər gördüm. Gördüm qaçır, anası ilə görüşə gedir. Qolundan dartdım, məni tanıdı. Dedi ki, Ofeliya xanım. Öpdüm onun cebinə 100 manat pul da qoydum deyə tanınmış diktor bildirib. Ofeliya Sənani bildirib ki, incə sənət adamları körək ruhlu insanlar olur. Onları incitmək olmaz. Teatr işçilərini incitməyə nəinki direktorun, heç kimin ixtiyarı yoxdur. Aktyorun qəlbinə dəymək olmaz. Aktyoru əlinin içində saxlamalısan, əzizləməlisən. Çünki onlar tez küsürlər, inciyirlər, ürəkləri sınıqdır. Görün səhnədə neçə rollar oynayırlar, neçə insanın taleyini yaşayırlar. Bu asandır məgər. Heç öz həyatlarını yaşaya bilmirlər, səhər məşq, günorta məşq, axşam tamaşa. Heç ailələrinin, balalarının üzlərini görmürlər. Onları incitmək olar. Direktor iclas etməlidir. Hamının problemini, dərdini soruşmalıdır deyə diktor bildirib.